Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının apardıqları əməliyyatlar nəticəsində sərhəddə pozan şəxslər saxlanılıb. Onların məlum olub ki, həmin şəxslər məhz qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə əşyalar gətirməyə cəhd ediblər. Ruslan Eltaroğlu'nun reportajı. Dövlət Sərhəd Xidməti son bir ay ərzində dövlət sərhədlərini pozduqları üçün 25 Azərbaycanlını, 15 isə əcnəbilər olan 31 halda 40 nəfəri saxlayıb. Sərhəd rejim qaydalarını pozduqları üçün 9 halda 15 nəfər, Xəzər dənizində isə 55 halda 90 nəfər barəsində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 198 nəfər müəyyən edilərək aidiyyatı orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində isə 11 halda 6 kiloqramdan artıq narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bunun əlavə may ayı ərzində 59 halda ümumi dəyəri 1 milyon 639 min manat qaçaq mal, odlu və soyuq silahlar, qızıl zinət əşyaları, çoxlu sayda mobil telefon və aksesuarları, siqaretlər, dərman preparatları və digər sənaye mallarının dövlət sərhədindən qanunsuz keçirilməsinə imkan verilməyib.